Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. İlk öncə hər kəsi bayramlar münasibətilə həm Ramazan bayramı, həm Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları qəbul etsin inşallah. Bu videonu çəkməkdə əsas məqsədim buraxılış imtahanında uşağın əldə elədiyi bala görə uşaqların bəzilərinin və yaxud da demək olar ki, əksəriyyətində səhv formalaşan fikirləri daha düzgün istiqamətə yönəltmək üçündür. Çünki uşaq bəzən buraxılış imtahanında əldə elədiyi uğuru blok imtahanında əldə edəcəyi uğurla bərabərləşdirir və yaxud da ki, müqayisə eləyir. Müəyyən real olmayan nəticələri özündə formalaşdırır öncədən və bu da uşaqlarımızın, övladlarımızın səhv istiqamətləndirilməsinə gətirib çıxarır. Mən bu günləri sizlərlə müəyyən bir hesablamalar aparacağam, müəyyən bir istiqamətdə söhbətlər aparacağam və düşünürəm ki, bu videonu izləyən hər kəs düzgün istiqaməti almış olacaq. Zaman hələ var ikən daha düzgün yolda, daha düzgün addımlarla irələməyinizə sizə kömək olacaq. İlk öncə nömrəmi qeyd etmək istəyirəm. Məlumat üçün, maraqlanmaq üçün mənim nömrəmə yaza bilərsiniz. 051 793 77 28. Kodlaşdırma mütəxəssisi deyə bilərəm mən özümə. Artıq 10 ildən artıqdır, 13 ilə yaxındır ki, kodlaşdırma işləri ilə, sənəd işləri ilə məşğuluq, istənilən sahə üzrə və mütəxəssis olaraq da özümü adlandıra bilərəm. Bunu mənim illərdir konsultasiyamda və yaxud da ki, kodlaşma qrupumda olan və nəticələrini gözəl görən valideynlərim də təsdiq edə bilər. Uşaqlar, ümumiyyətlə, uşaqlar buraxılış imtahanından gələndən sonra müəyyən qədər özlərində hesab kitab aparırlar. Bu hesab kitablarda etdikləri səhvlər haqqında mən məlumat vermək istəyirəm. İlk öncə biz bilirik ki, uşaqlar buraxılış imtahanında Riyaziyyat fənnindən imtahan verir, Azərbaycan dili və ingilis dilindən imtahan verirlər. Və mən sizin nəzərinizə əsas özüm abituriyentləri 1-ci və 4-cü qruplara hazırlaşdırdığıma görə ən çox da uşaqların səhvə yol verdiyi və düzgün mövqe tutmayan 1-ci qruplar haqqında məlumat vermək istəyirəm. Tutaq ki, uşaq riyaziyyat fənni, Azərbaycan dili və ingilis dilindən 1-ci qrup üzrə hazırlaşan bir uşaqdır, buraxılış imtahanına girmişdir və uşaq tutaq ki, indi hər bir şagirdə görə bu ballar müəyyən qədər dəyişə bilər. Tutaq ki, riyaziyyat balı 20 balına hardasa bir 55 bal arası riyaziyyatdan bal yığır buraxılışda. Azərbaycan dilini qoyuram, tutaq ki, 60 balına bir 80 bal arası bal yığır buraxılışda və ingilis dilindən də hardasa hesablayır ki, məsələn, uşaq var 60 bal, uşaq var 70, 65 və s. və ilə axıra bir 80 bala qədər uşaq bal toplamış olur. Məsələn, bu halda uşaq hansı addımı atmalıdır və yaxud da bu halda uşağın hansı addımı daha düzgün addım ola bilər? Tutaq ki, uşaqlar, mən burada hesablama aparacağım, müəyyən bir çəki, belə deyək də, düzən verəcəyim sizin gələcək seçiminiz üçün. Nəzərə alaq ki, tutaq ki, hər hansı bir X abituriyent imtahana giribdir, riyaziyyatda 55 bal toplayıbdır, məsəl üçün deyirəm. Yəni, bu riyaziyyatın burada yüksək balı ilə götürürəm ki, sizlərə müəyyən bir şeyi ifadə edeyim, tam rahat şəkildə anlayasınız deyə. Tutaq ki, Azərbaycan dilindən 60 bal yığıbdır, minimumdan götürürəm bunu. Riyaziyyatda yüksək götürməyimin səbəbi var, çünki 1-ci qrupda bilirsiniz ki, riyaziyyat çox önəmli bir fəndir. Və eləcə də ingilis dilindən də tutaq ki, bu uşaq 60 bal yığmış olur, minimumdan bunu da götürürəm və ümumilikdə biz hesablayanda 120 üstəgələ 55 bu uşağın 175 balı vardır. Və 175 bal yığmış bir abituriyent özündə müəyyən bir fikir formalaşdırır ki, mən 1-ci qrupa 175 bal olaraq pis bal yığmamışam buraxılışdan və mənim ən azı 100 balım blokda olarsa, mən rahat şəkildə artıq seçimlərə girə biləcəyəm və universitetdə tələbə olaraq da ad qazana bilərəm. Bizim burada abituriyentin və yaxud da belə deyək də, bizim valideyn olaraq bizim burada səhvimiz nədən ibarət ola bilər və yaxud da hansı səhvə yol vermiş olarıq? Baxın uşaqlar, biz ilk öncə baxanda bala baxırıq ki, hə, pis bal deyil. Ortalama oxuyan uşaq üçün yəni gözəl bir nəticədir. Tam zəif nəticə deyil, amma orta bir mövqedə bir bal yığılmışdı. Amma mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, uşaqlar, baxın, 1-ci qrupa verən abituriyentlərdə əsasda, lap olsun 2-ci qrupa verən abituriyentlərə də mütləq olaraq deyə bilərəm bunu və yaxud da biz bunu mütləq olaraq 4-cü qrup abituriyentlərinə də tutaq ki, sirayət eləyə bilərik.
uyğunlaşdıra bilərik bunlar üçün də. Məsələn, siz burada diqqət eləsəz, hansı diqqəti nəzərə almalısınız? Abituriyent baxır ki, uşağın burada 175 balı var və deyir ki, necə mən gedib blok fənləri içərisində mən bir 100 balı keçməyəcəyəm. Burada əsas meyar, baxın, riyaziyyatın 55 bal olmasıdır. Və nəzərinizə çatdırım ki, əgər siz birinci qrup uşaqsınızsa, riyaziyyatdan, tutaq ki, kimyadan və fizikadan imtahan verəcəksiniz. Və düşünməyin ki, sizin buraxılışdan 175 bal yığmağınız bu mütləq olaraq blokdan 100 balı keçəcəyinizə zəmanət verir. Ay müəllimə, niyə görə? Axı mənim buraxılışdan normal balım var. Xeyr, siz burada səhvə yol vermiş olacaqsınız. Çünki sənin buraxılışda 55 bal yığmağın, bu onu göstərir ki, riyaziyyatın 55-dirsə, sənin birinci qrup üzrə riyaziyyatda blokda da çox zəif nəticə göstərə biləcəksən. Eləcə də kimyada da nəticəvə təsir eləyəcək. Eləcə də fizikada da nəticəvə təsir göstərmiş olacaq. Yəni, hansı formada biz deyə bilərik? Biz düşünəcəyik ki, axı ümumi şəkildə biz burada riyaziyyatda balımız var, axı 55. Sən bunu buraxılış fənnindən riyaziyyatından 55 yığmısan. Amma sən blokda bu 55 balı göstərə bilməyəcəksən axı. İstər-istəməz riyaziyyatın balı düşəcək, heç olmasa ən yaxşı halda bir 30 neçədə dayanacaqsan. Və riyaziyyatı 55 olan bir uşağın kimya və fizikadan da mükəmməl nəticə göstərməsi biraz çətin bir məsələdir. Əsasən 175 bal, 180 bal, 160 üzəri yığan uşaqlar baxırsınız ki, bəzən gəlir blok fənləri içərisində ümumi olaraq yığdığı bal 80 bal və 100 bal arasında bal olur. Tək-tük hallarda, istisna halda bəxti gətirə bilir ki, o uşaq 100 balı keçmiş olur. Və bu da artıq sənin ixtisas seçimində sənə mənfi təsir göstərəcək. Yəni, sizdə bu fikirlər formalaşmasın ki, mən buraxılışdan 175 bal yığmışam, yox, mən mütləq olaraq blokda 100 balı keçəcəyəm. Bu bir balaca absurd məsələ ola bilər. 90%, hətta 99% də sizin blokda 100 bal keçməyiniz mümkün deyil. Bəs bu uşaq nə etməlidir? Yəni, o rahatçılığınızı əldə etməyib, daha da çox çalışmalısınız və bilin ki, riyaziyyatı qaldırdıqca siz kimya və fizikada da təbii olaraq balları qaldırmış olacaqsınız. Baxın, bu belə. Amma tutaq ki, hər hansı bir abituriyent yenə bu civarda balı yığıbdır buraxılışdan. Amma bu dəfə onun Azərbaycan dili, ingilis dilisi zəifdir, riyaziyyatı daha yüksək ballandı. İndi gəlin biz digər formada hesablama aparaq. Məsələn, tutaq ki, uşağın riyaziyyatdan balı, riyaziyyatdan bal uşaq yığıbdır 70 bal və yaxud da 70 bal üzəri, yenə də hardasa bu o qədər də yüksək balla götürmürəm. Azərbaycan dili və ingilis dilindən isə ikisi bir yerdə, tutaq ki, bu elə ancaq güc bala ilə bir 100 bal toplamışdır. Yenə də bizdə ümumi olaraq buraxılış balından balımız nə qədər gəldi çıxdı? 170 balın üzərində dayanacaq. Bəs bayaqki uşaqda 170 balın üzərində, hətta 175 bal yığmışdı. Əvvəl nümunə çəkdiyim uşaq 175 bal yığmışdı. Amma indiki halda bu abituriyent 170 bal yığıbdır. Bu abituriyentlə 170 bal yığanla 175 bal yığan abituriyent arasında hansı fərq var? Uşaqlar, diqqətli olağın. 170 bal yığan uşağın riyaziyyatı 70 baldır. 175 bal yığan uşağın riyaziyyatı 55 baldır. Bu onu göstərir ki, 175 bal, hətta bu uşaqlar 180 neçə yığsa da belə, bu uşağın riyaziyyatı zəif olduğuna görə bu uşağın blokda 100-ü keçməsi çox qəliz bir söhbətdir. Amma digər bu uşaqdan, yəni birinci verilmiş abituriyentə baxmış, ikinci abituriyentimizin buraxılışda riyaziyyatı 70 və 70 üzəri olduğuna görə, Azərbaycan dili, ingilis dilisi axsadığına görə, bu uşağın demək olar ki, birinci qrup üzrə blokda 100 balı yığması mütləq olaraq gerçəkləşəcəkdir. Səbəb nədir? Çünki bu uşağın riyaziyyatı vardır, ortalama olaraq riyaziyyatı pis deyil və riyaziyyatın pis olmaması mütləq olaraq kimya, fizika fənninə də təsir edəcəkdir. Yəni, mən bu müqayisəni eləməkdə məqsədim odur ki,
abituriyentlər düzgün qiymət versinlər özləri üçün və rahat bir şəkildə əyləşib oturmasınlar ki, əşi mənim 175 balım var, amma məsələn deyə mənlə bərabər hazırlaşan qrup yoldaşım var, sinif yoldaşım var, onda 170-dir. Mən ondan mütləq olaraq blokda daha yaxşı bal yığacağam. Xeyr, uşaqlar, bu təsəvvürlər sizi yanlış yola gətirib çıxara bilər. Bu aiddir birinci qrup uşağına, ikinci qrup uşağına, təbii ki, bir də dördüncü qrup uşağına da aid etmək olar. Və belə bir halda biz uşaqlar üçün nəyi məsləhət bilə bilərik? Ümumiyyətlə, buraxılış balı olaraq, buraxılış balı ümumiyyətlə 70 bal üzəri və 150 bal arasında olan uşaqlar, ümumiyyətlə mən məsləhət bilərdim oğlan uşaqları mütləq olaraq hərbi kolleclərə, ali hərbi məktəbə də hər ehtimal qeydiyyatdan keçsinlər. Təbii ki, onlar 5-ci qrupa da verəcəklər, amma 5-ci qrupda da bilirsiniz ki, artıq bir neçə ildir ballar yüksəkdir. Yəni 70 bal tutaq ki, üzəri 70 bal uşaq əvvəllər yığırdısa, 5-ci qrup üzrə rahat bir ixtisasa daxil ola bilirdisə, artıq bilirsiniz ki, ballar yüksəlibdir. Biraz çətin məsələdir. Bu baxımdan mən həmin uşaqlara hərbi kollecləri, ali hərbi məktəbi də istisna etmirəm. Mütləq olaraq hərbi kollec mütləq seçilməlidir oğlan uşağı olaraq. Amma ali hərbi məktəbdə də vəziyyəti bilmək olmaz. Müəyyən qədər bal enmələri də ola bilər və nəzərə alsaq ki, bu ilki buraxılış imtahanlarında uşaqların orta və zəif uşaqların nəticəsində zəiflik göstərildiyinə görə onlar yəni ümumi şəkildə 5-ci qrupa və dediyim hərbi ixtisaslara da mütləq seçim etməlidirlər ki, sonradan çətin bir vəziyyətdə qalınmasın və yaxud da uşaqların nəticələrində məyusluq halı görsənilməsin. Bu beləcə. Gəldik çıxdıq 3-cü qrup uşaqlarına. 3-cü qrup uşaqları da təbii ki, 3-cü qrupda siz bilirsiniz ki, at qrup vardır, DT üzrə vardır və dil üzrə, tarix dil üzrə də vardır, tarix dil və TC üzrə də vardır, coğrafiya üzrə vardır və nəzərinizə çatdırım ki, bilirsiniz ki, coğrafiya üzrə blokda məsələn 100 balı keçməyənlər üçün 150 ballı ixtisaslar vardır, uşaq müəyyən bir yerə ilişə bilir və tarix dil üzrə isə hazırlaşan uşaqlar üçün bu çox çətinlik yaradır və həmin uşaqlar üçün də mən məsləhət bilərdim ki, əgər siz tarix dil üzrə, TD üzrə hazırlaşırsınızsa və buraxılışda da qənaətbəxş olaraq bal yığmamısınızsa, mütləq olaraq təcili olaraq TC üzrə də qeydiyyatdan keçməlisiniz və mümkündürsə müəyyən qədər bir neçə ay var ikən siz coğrafiya üzrə də müəyyən bir biliklərə malik olun ki, gedib orada bir 3 dənə, 5 dənə də yazsınız, ən azından sizə kömək olar ki, TC üzrə də ixtisas seçimində iştirak eləyəsiniz. Yəni burada anlatmaq istədiyim fikri yəqin ki, siz məni tam anladınız. Mənim üçün ən vacib olan məqam bu idi ki, mən uşaqlara ümumi məlumatı verim və birinci qrupda alt qrup var ki, informatika üzrə hazırlaşanlar var. Həmin uşaqlara da səslənmək istəyirəm. Əgər sizin buraxılış balınızda riyaziyyatınız yenə də riyaziyyat balınız 50 bal aşağısında yerləşirsə, siz informatika yönümlüsünüzsə, sizlər üçün çətin olacaq blokda 100 balı keçmək. Özünüz də bilirsiniz ki, informatika yönümlü ixtisaslarda 150 ballı ixtisaslar yoxdur. Həmin uşaqlara da tövsiyə edərdim ki, heç olmasa mütləq olaraq onlar at qrup olaraq kimyadan da imtahan versinlər. Çünki bilirsiniz ki, ən azından kimya üzrə birinci qrupda 150 ballı ixtisaslar vardır. Bu da sizin uşağınız üçün kənarda qalmama ehtimalı yaradacaqdır. Və əgər uşağın müəyyən qədər imkanı da çatırsa, həm kimya baxımından müəyyən bir azdan çoxdan elementləri tanıyırsa, müəyyən bir bilgiləri varsa, bu 1-2 ay içərisində də kimya üzrə hazırlığa da fərdi şəkildə getmələrini məsləhət bilərəm. Əgər uşağınız informatika üzrə hazırlaşır və buraxılışda gedib belə deyək də 150 bala qədər yığıbsa, lap 160 balda deyə bilərəm, 160 bala qədər yığıbsa və riyaziyyat balı 50 baldan aşağıdırsa, lap hətta bunu 55 bal, 60 baldan da aşağıdırsa, bu uşaq üçün artıq belə deyək də qırmızı zona özünü göstərməyə başlayacaq. Yəni qırmızı zona da odur ki, uşağınızın ixtisas seçimində çox çətinlik yarana bilər. Çünki həmin bu uşaq blok üzrə 100 balı keçməmək iqtidarındadır və həmən o uşağın da gələcək taleyi çətinlik bir formasındadır. Mütləq olaraq da kimyadan da hazırlığa diqqət yetirmənizi məsləhət bilərəm. Və yenə də əlavə suallarınız olarsa, digər məsləhətlər üçün də mən sizə yenə də öz məsləhətlərimi verə bilərəm. Əlaqə nömrəsini də burada qeyd eləmişəm.
Yəni bu formadadır və bu şeylərdə diqqətli olun ki, sonradan yanılmayasınız və yaxud da məyus olmayasınız. Və 4-cü qrup uşaqları üçün də yenə də deyə bilərəm, 4-cü qrup uşaqlarında əgər buraxılış balı çox-çox bərbaddısa, həkimlikdən başqa digər ixtisasları istəmirlərsə, onlar da 1-ci qrup üzrə, məsələn, onlarda 1-ci qrup üzrə kimya üzrə hazırlıq daha effektiv formadadır. 1-ci qrup üzrə də imtahan vermələrinə məsləhət bilə bilərəm ki, orada daha effektiv nəticə göstərib, tutaq ki, ingilis dillərdə yüksək ballandırsa, ingilis dili ixtisaslara da yönələ bilərlər. Hər birinizə bu yolda uğur arzu edirəm. Bir insan olaraq, vətəndaş olaraq istədim ki, bilgilərimi mən sizinlə paylaşım. O abituriyentlərin beynində olan bu bal söhbətləri əsasda fikir verdiniz. Burada 1-ci qrup 2 abituriyentin müqayisəsini elədim. Bu balın çoxluğu sizi yanıltmasın. Əsas riyaziyyat balıdır. Biz 1-ci qrup uşaqları, abituriyentləri riyaziyyat balına xüsusi fikir verməlidirlər. Hər birinizə uğurlar olsun.